Salam, hər vaxtınız xeyir olsun. Bu videoda qəbul tipli sualların izahına baxacağıq. Diqqətli olun, çalışın videonu saxlayın, özünüzü həll eləyin. Qəbulda bu tipli suallar qarşınıza çıxa bilər. Və ondan sonra sualın izahına baxın. Bir də kanala abunə olub mənə dəstək olmağı da unutmayın. Başlayalım birinci sualdan. Çay məsələsidir. Deyək şəkildə çayın sahilinin A nöqtəsində eyni anda üzməyə başlayan iki üzgüçü suya nəzərən V1 və V2 və çayın axın sürəti V-çay vektorları təsvir olunmuşdur. Yəni üzgüçlərin sürəti biri bu istiqamətdə gedir, biri bu istiqamətdə, çayımız da sağa doğru axır. Hansı ifadələr doğrudur? Baxın, çay məsələlərində nə edirsiniz? Bunları proyeksiya ilə eləyin hər zaman. Yəni əzbərləməyin bunu. Bax, bu Y oxumuzdur. Y oxu. Bu da X oxudur. Bu da bizim X oxumuzdur. İndi ilk öncə gəlin surətlərin proyeksiyalarına baxaq. Birincinin X və Y oxu üzrə proyeksiyasına baxacağım. X oxu üzrə proyeksiyası budur. Bunu yazacağıq V1X. Fikir versəz, birinci X oxun əksinə getməyə çalışır. Yəni sola doğru getməyə çalışır da. Bu V1X bunu sola doğru, üfüqi istiqamətdə hərəkət etdirməyə çalışır. Hər damıya gəlin 1 deyəyin. Onda V1X-imiz neçə olacaq? -3 olacaqdır. İkincinin X oxu üzrə proyeksiyasını mən yazsam, o da belə olacaq. Bax, ikincinin X oxu üzrə proyeksiyası da budur. V2X. Bu da X oxu ilə eyni istiqamətlidir. Hər damanı 1 qəbul edim. Bunun fərqi yoxdur. 2 də qəbul etsəz, eyni şey olacaq orada. V2X-imiz də neçə olacaq? Deməli, olacaq 1. Müsbət 1 amma. İndi baxaq Y oxu üzrə proyeksiyalarına. Y oxu ilə başqa rəngini göstərin, qarışmasın deyə. V1Y-imiz də budur, baxın. V1Y də budur. Bəs V1Y neçədir? Bu da 2 damadır da. V1Y-imiz də onda 2 olacaq, müsbət 2. Buradan yazıram aşağıdan. Şəkil çox qarışıq olmasın. Deməli, V1X-i tapdım neçə? V1X-imiz oldu -3. V1Y-imiz neçə tapdıq? 2 damadır. Damya 1 demişiksə, onda 2 qəbul elədim. V2X-i yazdıq ki, V2X-imiz bərabərdir 1. Bəs V2Y-imiz neçə damadır? O da 2 damadır. Onda V2Y-imiz də olacaq müsbət 2. Çaya baxsaq, çay da 1 damadır. X oxu istiqamətindədir. Onda çayın X oxu üzrə, belə deyək də, Y oxu üzrə proyeksiyası onsuz da yoxdur. Marker, qələmin zaritkası qutardım. Üzürlü sayın. Aha. V çay Y 0'dır. V çay X oxu üzrə proyeksiyasında 1 dama qəbul elədim. Bax, bunları yazmaq lazım ki, gözümüzün qabağında dursun. İndi bizdən nə soruşurlar? Deyir, üzgüçlər sahilə eyni vaxtda çatar. Sahilə bunu bax, bir sahildən digər sahilə aparan surət bu üzgüçlərin Y oxu üzrə proyeksiyaların sürətidir. Bu Y oxu üzrə proyeksiyalar, bax, Y oxu üzrə proyeksiyalar üzgüçləri şaquli istiqamətdə hərəkət elətdirir. X oxu üzrə sürətin X oxu üzrə proyeksiyaları isə üfüqi istiqamətdə, yəni sağa sola doğru aparmağa çalışır. Onda biz bir sahildən digər sahilə çatma müddətini təyin edəndə, bax, çayın sahilinin eninə də bir L desək, yəni çayın eninə L desəm, onda birinci üçün yazanda yazacağım T1 bərabərdir. L bölünsün, birincini bir sahildən digərinə aparan sürət hansıdır? V1Y-dir da. L bölünsün, nə yazaram onda? 2 yazaram. Deməli, T1 bərabərdir. L bölə 2-yə. T2 üçün yazsam, bəs yenə nə yazacağım? L bölək V2, yenə Y yazacağım. O da L bölək 2. Deməli, bir sahildən digər sahilə çatma müddətləri eynidir. Deməli, 1 düzdür burada. 2. Üzgüçlər sahilə müxtəlif vaxtlarda çatarlar. Xeyr, səhvdir bu. 3. Üzgüçlər sahilə çatanda axın istiqamətindəki yer dəyişmələri eyni olar. Aha. Bax, burada yer dəyişmənin ədədi qiyməti deməyiblər, fikir versəz. Yer dəyişmələr də eyni olar. İndi biri sağa doğru gedir. Bilirik. Bax, ikinci hayına doğru gedir. Sağa doğru gedir da ikinci. İkinci sağa doğru. Birinci hayına doğru gedir, sola doğru gedir. Onda bunlar yer dəyişmələri eyni olanmaz ki, yer dəyişmə vektorial kəmiyyət. Həm istiqamət var, həm ədədi qiyməti var. Birinci sola doğru, ikinci sağa doğru gedir. Deməli, bunların yer dəyişmələri eyni deyil, müxtəlifdir. Amma burada işdir. Desəydilər ki, yer dəyişmələrin ədədi qiyməti, bəli, eyni olardı. Səbəb nədir? Baxın,
Üfüqi istiqamətdə aparan surət bunun nədir? X oxzara proyeksiyadır. Bax, biz birincinin yekun X oxzara proyeksiyasını tapanda yekun. Niyə yekun sözü işlədirəm burada? Çünki bu çay üzgüçləri sağa doğru aparmağa çalışır. İndi birinci ayına getməyə çalışır sola doğru. Belə tapırsınız yekun X oxzara proyeksiyasını. V çay X üstə gələk. V üzgüçünün X oxzara proyeksiyası. V çayımız müsbət 1-dir. Üzgüçünün sürəti nə oldu? Mənfi birincinin X oxzara proyeksiyası mənfi 3 oldu. Yəni X oxun əksinə gedir. Bu mənfi 2-dir. Yəni belə deyək də, belə düşünün. 2 metr bölü saniyə sürətini tamam bir qəbul etmişəm ona görə. 2 metr bölü saniyə sürətinə bu hayına gedir, sola doğru gedir. İkinciyə baxsaz, ikincinin yekun X oxzara proyeksiyası yenə yazarsınız. V çay X üstə gələk nə? V2 X. V çayımız 1, V2'miz də neçədir? O da 1. Bu da oldu 2 metr bölü saniyə. Bu da müsbətdir. Müsbət olmağı demək ki, sağa doğru gedir. Yəni X ox istiqaməti mənfi sola doğru gedir. Ədədi qiymət desəydilər, baxın, məsələn bu 5 saniyə üzməyiblər. Tutaq ki, bu 5 saniyə mənfi 10 metr hərəkət edəcək, yəni X oxun əksinə. Bu isə 10 metr hərəkət edəcək X ox istiqamətində. Ədədi qiymətləri eynidir. Amma biz ədədi qiymət demir ki, deyir ki, üzgüçlərin sahilə çatanda axın istiqamətindəki yer dəyişmələri eyni olaraq xeyr, müxtəlifdir. Olmaz deməli. Üzgüçlər sahilə çatanda axın istiqamətindəki yer dəyişmələri müxtəlif olar. Bəli, müxtəlif olacaq. Üzgüçlər eyni nöqtədən sahilə çıxar. Xeyr, birinci üzgüçü, adan girən bu üzgüçü, birinci buralardan bir yerdən çıxmalıdır. Çünki niyə? Mənfidir. Yəni bu sola doğru hərəkət edib. İkinci də buralardan bir yerdən çıxacaq. Çünki sağa doğru hərəkət edib. Deməli bu da olmaz. Cavab ona görə olur 1 və 4. D variantı. Maraqlı sual idi. 32. Maddi nöqtənin çevrə üzrə bərabər sürətli hərəkəti zamanı eyni zaman müddətində dönmə bucağının dövrətmə periodundan asılı qrafiki. Yazıram, baxın, omega bərabərdir fi bölək t. Digər tərəfdən omeganın bir düsturda bu da 2 pi bölək t. Buradan mən fini tapsam, fi bərabərdir t vuraram bura 2 pi t bölək t. Bizə deyir ki, eyni zamanda, yəni zaman burada nədir? Zaman sabitdir. 2 sabit, pi, daha doğrusu zaman sabitdir. Pi sabitdir, 2 sabitdir. Onda fi t ilə necə asıldı? Tərs asıldı. C variantı. Hansı prosesdə verilmiş kütləli ideal qaz istilik miqdarını alaraq xarici qüvvələr üzərində müsbət iş görür? Yəni bizə deyir ki, xarici qüvvələrin üzərində müsbət iş görsün. Yəni qazın gördüyü iş, bax qazın gördüyü iş müsbətdir. Xarici qüvvələrin gördüyü iş nədir? Mənfidir. Qazın gördüyü iş müsbət olması üçün həcm artmalıdır. Aha, indi biz həcmin artan hissələrinə baxmalıyıq. İzoxor prosesdə yadınızda qalsın ki, görülən iş sıfırdır. Həm qazın, həm xarici qüvvənin. Bu getdi. İzotermik sıxılmada həcm azalanda qaz mənfi iş görür. Bu da olmaz. İzotermik genişlənmədə bəli olar. Adiabat genişlənmədə, adiabat prosesdə həcm artanda qalan bütün kəmiyyətlər nə edir? Azalır. Ona görə bunu götürmür. İzoxorda da nədir? Sıfırdır. Bir də ki, bu düzdür. İndi adiabat genişlənmədə burada qazın gördüyü iş müsbətdir. Amma bir şey var da, istilik miqdarı deyir neynəsin? Alaraq. İstilik miqdarı alaraq. Düzdür, adiabat genişlənmədə həcm artır. Həcm artdığı üçün qazın gördüyü iş müsbət olur. İndi qalan kəmiyyətlər nə edir dedik? Azalır. Onun səbəbi nədir? Çünki qazın gördüyü iş mənfi deltaya bərabərdir. Buradan gələn bir şeydir. Adiabat prosesdə amma Q sıfır olur axı. Q sıfırdır. Burada fikir versəniz, istilik miqdarı alaraq. Adiabat prosesdə istilik miqdarı ala bilməz. Ona görə bunu götürmürük. Tamam, daha doğrusu yəni dəqiq budur. Qaydası. Sonra 34-cü sual. Şəkildə göstərilən qüvvələrin təsirindən sonra cisimlər sükunətdə olarsa, onlara təsir edən sürtünmə qüvvələri arasında hansı münasibət doğrudur? Yəni bu cisimlərin ikisi də sükunətdədir. Deməli bunlara təsir edən sükunət sürtünmə qüvvəsi olacaq. Mən cisimləri hayana doğru itələyirəm, sağa doğru. Ona sükunət sürtünmə qüvvəsi hayana olmalıdır sola. Yəni birinciyə də təsir edən sükunət sürtünmə qüvvəsi bu yanadır, ikinciyə də təsir edən sükunət sürtünmə qüvvəsi bu yanadır. Və sükunət sürtünmə qüvvəsi hər zaman dartı qüvvəsinə bərabər olur. İndi burada da itəliyirik, fərq yoxdur. Onda F sükunət sürtünmə 1 bərabərdir F-ə. Kütləyə baxmırsınız da burada. F sükunət 2 isə bərabər nəyə? 2F-ə, yəni F2-yə. O da 2F-dir.
Deməli, sükuna sürtünmə 2 birdən neçə dəfə böyükdür? 2 dəfə. Cavab olacaq A variantı. Növbəti sualımız, yüklər sistemi bərabər sürətlə hərəkət edir. Birinci cismin kinetik enerjisi Y olarsa, ikinci cismin kinetik enerjisi nəyə bərabər olur? Blokların kütləsi və sürtünmə nəzərə alınmır. Deməli, bunlar neçə dəfə qüvvədə qazanc verir? Bu sistemimiz 2 dəfə qazanc verir. Baxın, bunu aşağı doğru dartan M1J'dir. Burada yaranan gərilmə qüvvəsinə bir T deyəyin gəlin. Bu T'dir. Eyni ipdə eyni gərilmə qüvvəsi olur. Onda burada T'dir, burada T'dir. Bu T nəyə bərabərdir? M1J'yə. Bunu bildik. İndi gəlin bura baxaq. Bax, buranın neçə T yuxarıda artır? 2T. Aşağı nədə artır? Bəs M2J. Onda deyirəm ki, 2T bərabərdir M2J'yə. T'nin yerinə M1J yazıram. M1J. 2 vuraq M1J bərabərdir M2J'yə. Buradan J'ləri ataram gedər. Bu J'lər getdi. Onda M2 bərabər nəyə? 2M1 deyə bilərik. Sonra nə deyir bizə? Yüklər sistemi bərabər sürətlə hərəkət etdirilir. Birinci cismin kinetik enerjisi Y'dir. Y1 bərabərdir Y'dir. İndi qüvvədə 2 dəfə qazanc verirsə, məsafədə 2 dəfə nə etməlidir? İtirməlidir. Yəni, birincinin yer dəyişməsi, ikincinin yer dəyişməsinə 2 dəfə çoxdur. 2H1 bərabər. H1 2H2 bərabərdir. Eyni qaydada surəti də birincinin sürəti də ikincinin sürətindən yenə nədir? 2 dəfə çox olmalıdır. 2V1 yazmalıyıq bura. Aha. Kinetik enerjinin düsturunu yazsam, YK bərabərdir MV kvadrat bölü 2 deyil. Onda mən 1 üçün yazsam nə yazsam? MV1-in kvadratı, M1V1-in kvadratı bölü 2. Buna bir Y demişik, dursun yerində. İkinci üçün yazsam mən nə yazaram bəs? İkinci üçün yazacağım M2V2 kvadratı bölək nə? 2. Bax, bu şəkildə yazmalısınız da indi. Buradan M2'miz neçə M1'dir? 2M1'dir. Qoydum yerinə 2M1. Bəs V1'miz neçə? Bu V1 2V2'dir. Aha, V1'miz neçə V2'dir? 2V1. V2. V2 nəyə bərabərdir? Bəs V1 bölünsün 2'dir. Gətirib yerinə qoyacağım. Olacaq onda V1'in kvadratı bölək 2 bölünsün. Burada da bir dənə 2'miz var. 2 yox, daha doğrusu 4. 3-cü kvadratı yüksəldir yaxı. Baxın 4 olacaq bu. Bölünsün 2. Onda bunların belə deyək də. Bax bu 4-lə 2 xəsiləyib burada 2 qalsın. Bu 2 də düşsün aşağı. 2 vuraq 2 M1 V1'in kvadratı. Bu bizə nəyi verdi? N'i verdi. Onda Y2 nəyə bərabər oldu? Y bölünsün 2'ye. Cavab olacaq Y bölək 2. Y variantı. 36. Yer səthinin müəyyən hündürlükdə olan cismin potensial enerjisi Y'dir. Kütləsi yerin kütləsinə bərabər, radiusu yerin radiusuna 2 dəfə böyük olan planetin səthində həmin hündürlükdə bu cismin potensial enerjisi nəyə bərabərdir? Hündürlük eynidir. Yəni yer səthindəki hündürlük planetin səthindəki hündürlüyə bərabərdir. Yəni bunlar bərabər götürdük. İndi biz potensial enerjinin düsturunu yazsaq, Y potensial nəyə bərabərdir? Y potensial bərabərdir MJH. Gəlin bunu belə yazalım. MH. J'nin yerinə sərbəst hücumə təcilinin düsturu C. M bölünsün nədir? R'in kvadratıdır. İndi yer üçün yazıramsa M yer, R yerin kvadratı deyəcəm. Buna da bir Y deyəcəyik. Dursun burada. İndi planet üçün yazanda isə nə yazacaq? Y planet bərabərdir M, C, H yenə. Bu C planetdir ama bu yer idi. Yer səthi sərbəst hücumə təcilidir. M, H yenə C, M planet bölünsün R planetin nəyi? Kvadrat yazıram burada. Bizə nə deyir? Kütləsi yerin kütləsinə bərabərdir. Yəni M'lər bərabərdir. M yer bərabərdir M planetə. Bu eynidir. Radiusu yerin radiusuna 2 dəfə böyükdür. Planetin radiusu R planet bərabərdir 2 R yerə. Bunu da verib bizə. Gətirib yerinə qoysam M, H, C, M bölünsün. M yer bərabərdir onsuz da. R planetin yerinə 2 yer qoysam 4 yer kvadrat olacaq. Neçə dəfə azaldı? 4 dəfə azaldı. Onda Y bölünsün neçə? 4. Cavab olur C variantı.
37. Sərbəst düşən cismin kinetik enerjisinin düşmə müddətinə asılı qrafiki hansıdır? Kinetik bərabərdir mv kvadratı bölə 2-dir. Sərbəst düşür cisim. M bölə 2. Sərbəst düşmə zamanı son sürət V bərabər gt ilə tapılır. Qoysam yerinə olacaq j kvadratı, t kvadratı. Düşmə müddətinə necə asılıdır? Kvadratik. Cavab olur A variantı. Cisim mail müstəvi üzərində sabit sürətlə qaldırdıqda dartı qüvvəsi 40 joule, sürtünmə qüvvəsi işi mənfi 10 joule olursa, ağırlıq qüvvəsinin işi nəyə bərabərdir? Mail müstəvimizi buradan çəkəyim. Bax, bu bizim mail müstəvidir. Belədir. Bu cisimi burada bərabər sürətlə yuxarı qaldırırıq. Bir F qüvvəsini yuxarı qaldırıram. Bunu aşağı doğru dartan mg sinüs alfadır. Bax, bu hər zaman aşağıdır. mg sinus nə? Alfa. Digər tərəfdən cisim yuxarı doğru hərəkət edirsə, bərabər sürətlə, bax bunu deyir də bizə bərabər sürətlə qalxır yuxarı. V konstantdır. Sürtünmə qüvvəsi hərəkətin əksisi olmalıdır. Sürtünmə qüvvəsi bu yanadır. Bərabər sürətli qalxdığına görə əvəzləyici qüvvənin işi burada sıfırdır. Bunu biləyim. Bəs yaxşı. Onda F nəyə bərabərdir? F bərabərdir. Bərabər sürətlə hərəkət olduğu üçün mg sinüs alfa üstə gəlsin nə? Fs yazmalıqdır. Bax, F bu ikisinin cəminə bərabərdir. İndi burada dartı qüvvəsinin işini yazanda, bax, tutaq ki, cisim buradan bura gəldi. Bax, gəldi bura. Bir neynədir? L qədər yerini dəyişdi da. Məsələn, buradan bura bir S qədər yerini dəyişdi. Dartı qüvvəsinin işi bərabərdir. F vurulsun nədir? S-dir. Buna 40 demişik. Dursun burada. Sürtünmə qüvvəsinin işi isə Fs vurulsun nədir? S-dir. Bu da olub mənfi 10. Bu da burada. İndi əvəzləyici qüvvənin işi də nədir? Sıfırdır. Bizdən nəyə soruşur? Ağırlıq qüvvəsinin işini soruşurlar təbii ki. Onu da belə yazacaq da. Bax, əvəzləyici qüvvənin işini tapanda burada necə yaza bilərəm? Dartı qüvvəsinin işi, üstə gələk sürtünmə qüvvəsinin işi, üstə gələk ağırlıq qüvvəsinin işi. Bu şəkildə yazacaq. Dartı qüvvəsi, əvəzləyici qüvvənin işi deyil 0, bərabər. Dartı qüvvəsinin işi 40, sürtünmə qüvvəsinin işi mənfi 10, çıxaq 10. Ağırlıq qüvvəsinin də işi mənfi olacaq. Fikir versəz, cisim yuxarı gedir, ağırlıq qüvvəsi hərəkətin əksinədir. Ona görə ağırlıq qüvvəsinin işi mənfi olur. Və ya da əks işarələ potensial enerjinin dəyişməsinə görə deyə bilirik. Bunu heç yazmasaz da olar. Nə yazsa yazın. Üstə gəlin. Ağırlıq qüvvəsinin işi. Yəni mənfi olacaq onun üstə cavab. Buradan 40-dan 10 çıxan neçə qalır? 30. Onda ağırlıq qüvvəsinin işi nəyə bərabər olacaq? Mənfi 30 olur. Cavab olur C variantı. Verilmiş rəqqasın harmonik rəqsləri zamanı ondan asılmış yükün kütləsi 2 dəfə artırdıqda tam mexaniki enerji necə dəyişər? Xm sabitdir. Bizə deyir ki, verilmiş yaylı rəqqasın harmonik rəqsləri zamanı ondan asılmış yükün kütləsini 2 dəfə artırdıqda. Baxın, tam enerjinin düsturu K xm-in kvadratı bölə 2-dir. Xm sabitdir. K da sabitdir. K burada yayın sərtliyidir. Verilmiş yaylı rəqqas deyir onsuz da. K da sabitdir. X də sabitdirsə, onda tam enerji dəyişməz ki, burada kütlənin dəyişməklə. Cavab dəyişməz. C variantı. Cisim iplə içərisində maye olan qabın dibinə bağlanmışdır. İpin gərilmə qüvvəsi hansı halda artar? İlk öncə buna təsir edən qüvvələrə baxaq. Buna yuxarı doğru bir qüvvə təsir edir. Arximet qüvvəsi. Aşağı doğru ağırlıq qüvvəsi artır. F ağırlıq. İpin gərilmə qüvvəsi də aşağı olmalıdır. Bax, ipin gərilmə qüvvəsi də buradan aşağı iner. İndi buradan T üstə gələk F ağırlıq bərabərdir F arximedə. T bərabərdir F arximed çıxılsın nə? Ağırlıq. Bax, belə yazacaq. Aha. Gəlin arximed açağın istəyirsiniz. Romaye belə yazağın. V cisim J. Çıxılsın ağırlıq qüvvəsini də mg yazırım. Cisim eyni həcmli, kütləsi böyük olan cisimlə əvəz etdikdə. Deməli, eyni həcmli və kütləsi daha böyük olan bir cisimlə əvəz edirəm. Həcm dəyişmir. Maye dəyişmir, həcm dəyişmir, J dəyişmir. Deməli, arximet qüvvəsi sabitdir. Mən buradan kütləni artıranda ağırlıq qüvvəsi artdı, onda gərilmə qüvvəsi neyər? Azalar. Bizə isə gərilmə qüvvəsi artsın deyir də. Deməli, bir səhv olmaz.
İkinci, cisim eyni həcmli, kütləsi kiçik olan cisimlə əvəz edilir. İndi həcm sabitsə, Arximed qüvvəsi sabitdir. Kütləni azaltdımsa, ağırlıq qüvvəsi nədir? Azaldı. F çıxar, F ağırlıq deyil. Ağırlıq azalırsa, onda fərq necə artacaqdır. Yəni bu kütləni azaltsan, fərq artır. Bu olar. Mayenin sıxlığını böyük olan digər maye ilə əvəz etdikdə, indi mayenin sıxlığını artıranda fərq nə edir? Artır. Arximed qüvvəsi artır çünki. Daha böyük qüvvə ilə də artır da yuxarı. 3 dolar. Cavab olur 2-3 B variantı. 41. Verilmiş kütləli ideal qaz üzərində gedən AB keçidi zamanı qaz molekullarının orta kvadratik sürəti necə dəyişər? Verilmiş kütləli qazdır, bu birinci biləyin. Verilmiş kütləli qaz deyəndə nə başa düşürsünüz? Bax, qazın kütləsi, maddə miqdarı, sonra molyar kütlə, maddə miqdarı, qaz molekullarının sayı, bunlar sabitdir. Bunları sabit götürəcəm. Və buradan görünür ki, V də konstantdır. V də nədir? Konstantdır. İndi burada izoxor prosesdə adam bəyəcəndə təzyiq nə edib? Artıbdır. Təzyiq neçə dəfə artır? 2 dəfə artır. Çünki PA bərabərdir. Nəyə? 50-yə. PB nəyə bərabərdir bəs? O da 100-ə bərabərdir. 2 dəfə artdı. İzoxor prosesdə verilmiş ideal qazda P ilə T düz asıldı. Bunlardan bilirəm. PV bərabər Newton düsturundan bilirəm. Nü sabit, R sabit, V sabit, PT ilə düz asıldı. Onda təzyiq 2 dəfə artıbsa, temperatur da 2 dəfə nə edəcək? Artmalıdır. TB bərabərdir 2TA. Temperatur 2 dəfə artırdım. İndi bizə lazımdır ki, orta kvadratik sürət. Baxın, orta kvadratik sürətin düsturu kökün altında 3RT bölək M'dir. İndi burada T ilə R sabit, M sabit. T ilə necə asıldı? Kök altı düz asıldı. Temperatur 2 dəfə artıbsa, deməli, orta kvadratik sürət də kök altı 2 dəfə artacaqdır. Cavab olur Y variantı. Qapalı qabda maye üzərində olan buxarın konsentrasiyasının temperaturdan asılılıq qrafiki verilmişdir. 1, 2 və 2, 3 hissələrində buxarın kütləsi necə dəyişər? İndi fikir versək bura, baxın. 1, 2 doyan buxardır. Doyan. Bunu baxan kimi deməlisiniz. İzoxor prosesdə doyan buxarın konsentrasiyası temperaturuna asılıdır. Yəni temperatur artdıqca artır. Amma doymayan asıl deyil, çünki ideal qaz qanunlarına tabidir. Doyan. Bu isə nədir? Doymayan buxardır. Buxarın kütləsi necə dəyişər? 1, 2 və hə. İndi biz burada doyan buxarı qızdırdıqca maye nə edir? Buxarlanır. Yəni maye molekulları buxar molekuluna çevrilir. Başqa sözlə maye buxarlanır da, yəni maye buxara çevrilir. Onda buxarın kütləsi nə edir? 1-2-də artır. Buxarın kütləsi artdı. 2-3-də isə doymayan buxardır. Doymayan buxarda maye yoxdur. Yalnız buxar var orada. Qaz var yəni. Biz qazı qızdırsaq heç bir şey dəyişməz ki. Çünki maye yoxdur ki, orada buxarlanıb. Belə deyək də buxarın kütləsini artırsın. Onca 2-3-də isə buxarın kütləsi nə olacaq? Sabit qalacaq, konstant qalacaqdır. Deməli, 1-də artar, 2-də dəyişməz. Cavab olur A variantı. 43-cü sual. Nöqtəvi yüklərdə eyni məsafədə yerləşən A nöqtəsi kübür yükünün yaratdığı elektrik sahəsinin intensivliyi modulu Y-dir. Yəni, A nöqtəsində bu birincinin, bax bu birincinin A nöqtəsində yaratdığı intensivlik E-dir. Bu nöqtədə yekun elektrik sahəsinin intensivliyi nəyə bərabərdir? Elektrik sahəsinin intensivliyi bilirik ki, müsbətdən çıxır, hara gedir? Mənfiyə doğru. Yəni, başlanğıcı müsbət, sonu mənfidir. İndi biri göstərəyim. Birin yaratdığı elektrik sahəsinin intensivliyi A-da aşağıdır. Y1 budur. Müsbətdə ona görə. 2-nin burada yaratdığı elektrik sahəsinin intensivliyi özündən çıxır, yəni sağa doğru olur. Y2 bu yanadır. 3-ün yaratdığı mənfidir, mənfiyə daxil olacaq. 3-ün də yaratdığı budur. Y3 də budur. Aha. Onda nə yazırıq? Baxın, Y1 ilə Y3 eyni istiqamətdir, toplayacaq. Y2 də bunları belə olacaq. Gəlin birinci, burada 1-in Y1 bərabər deyib 7. Biz 2-ni və 3-ü tapmalıyıq. İndi nə etməliyik? Baxın, Y1 bərabərdir, birinci bunu yazalım. K modulda Q 1 bölək, buradan buraya məsafələr eynidir. Tabi bir R deyirəm hamısına. R-in kvadratı. Bunu da Q1-in də yerinə Q qoysam olacaq K modulda Q bölək R kvadratı.
R kvadratı. Bu da bizə nəyi verəcək? Yeni veribdir. İndi gəlirəm ikinciyə. Y2 üçün yazsam nə yazacağım bəs? K modulda Q2 bölək R-in kvadratı. K, Q2'miz neçədir? 4Q-dür. 4Q bölünsün R kvadratı. K2 bölü R kvadratı edirsə, K4Q bölü R kvadratı neçə olacaq? 4E olacaqdır. Onda Y2'miz 4'dür. Bunu da buradan qeyd edəyək. 4Y-dir. Y3'ə baxsaq, Y3 bərabərdir. Yenə K modulda Q3 bölək R kvadratıdır. K, Q3'ün yerinə mənfi 2Q qoyun. 2Q bölək R kvadratı. Bu da olacaq 2K2 bölək. Yəni K 2Q bölək modulda R-in kvadratıdır. Bu da olacaq neçə deməli? 2Y. Aha, bunu bildik. İndi 1 ilə 3 necədir? Eyni istiqamətli deyil. Onda onu toplamalıyıq. Aşağı. Deməli, aşağı Y1 ilə Y3-ün cəmi. Y1'imiz Y, Y3'ümüz neçə oldu? 2Y. Aşağı 3Y'dir. Sağa doğru neçə oldu? 4Y tapdım. 4Y də bura oldu. Bəs bunlar arasında bucaq neçə dərəcədir? 90 dərəcədir. Onda yekun sahəmiz bu tərəf olacaqdır. Və Pifaqorunu tapacaq. Kökün altında 3y'nin kvadratı. Bir dəqiqə səlqəsiz oldu bu. Biraz böyük yazalım. Kök altda 3y'nin kvadratı. Üstə gələk nə? 4y'nin kvadratı. Belə olacaq. Buradan da y'ni tapsaq. Y bərabərdir. Kök altda 9y kvadrat üstə gələk. 16y kvadratı. O da 25y kvadratı. Oradan da kök alsam olacaq. Y çıxacaq. Qarşıya 5 çıxacaq. 5y. Cavab olur 5y. A variantı. 44-cü sual. Ədədi qiymətcə yayın vahid uzanması zamanı yaranan elastiklik qüvvəsinə bərabər olan fizik kəmiyyət necə adlanır? Ədədi qiymətcə yayın vahid uzanması zamanı, yəni uzanma, mütləq uzanma nədir? 1'dir burada. Yaranan elastiklik qüvvəsi nəyə bərabərdir? F bərabərdir Kx deyil modulca. X-ə 1 versəm F nəyə bərabər olacaq? K-ya. Sərtliyəm salın. Cavab olur A variantı. Watt vuraq saniyə bölək metr nəyin ifadəsidir? Watt gücün vahididir bilirik ki. Gücün yerində nə yazırsınız? Joule bölək saniyə. N bərabər W bölək T-dir. Vurulsun saniyə bölünsün metr. Buradan bu saniyələri atarıq. Saniyələr getdi. Joule bölünsün metr. Joule'un yerində Newton vuraq metr bölək metr. Bunlar da gedir qalır Newton. Güvəni verir. B variantı. İdeal qaz molekullarının orta kinetik enerjisini müəyyən etmək üçün hansı cihazdan istifadə etmək olar? Kinetik enerji. Kinetik bərabərdir orta kinetik enerji. 2'də 3 kT. K Bosman sabitidir. Sabit bir şeydir. Ben buradan temperaturu bilsəm, kinetik enerji nədir? Ölçə bilərəm. Termometrdən istifadə edəcəyik. 47. En kəsin sahəsi S. Uzunluğu L, müqaviməti R olan naqilin xüsusi müqaviməti hansı ifadə ilə təyin olunur, müəyyən olunur? Naqilin müqaviməti R bərabərdir, ρL bölək S-dir. Buradan ρ'nu tapsaz, ρ bərabərdir, RS bölünsün L yazarsınız. Deməli, cavab olur A variantı. 48. Açar sözlərdən istifadə etməklə mətni tamamlayın. Deməli, 1 dəf edər, 2 cəzb edər, 3 sola, 4 sağa, 5 fərqli, 6 bərabər. Yəni bunlardan istifadə edəcək də belə deyək. Baxın, paralel naqillərdə cəryanlar eyni istiqamətdə axarsa, naqillər bir-birini cəzb edir, əks olarsa itələyirlər. Nə deyir bizə? Məlumdur ki, eyni istiqamətli cəryan axan iki naqil bir-birini dedi ki, baxın bunlar əksdir. Bunlar bir-birini necə itələyəcəkdir? Birinci buna baxalım. Birinciyə təsir edən amper qüvvəsi sola, ikinciyə təsir edən amper qüvvəsi sağ olacaqdır. Və bizə burada deyir ki, məlumdur ki, eyni istiqamətli cəryan axan iki naqil bir-birini, yəni əlavə bir naqil düşünün burada. Bu naqillərdə cəryanlar eyni istiqamətdə axır. Eyni olanda bunlar bir-birini necə cəzb edir? Əks olanda itələyir. Cəzb edər. Deməli, bura gələcək ki,
Əks istiqamətli cəryan axan iki naqil isə bir-birini dəf edir. Baxın budur. Bunlar isə bir-birini dəf elədi. Bir də bura gəldi. Məsələn, şəkildə verilmiş bir naqilinə təsir edən amper qüvvəsi, bax bu şəkildə verilən bir naqilinə təsir edən amper qüvvəsi hayana yönəlib, sola doğru yönəlib. 3 gələcək. İki naqilinə təsir edən amper qüvvəsi sağa yönəlibdir. Buna da 4 gələcək. Naqillərdə cəryan şiddətləri eyni olsa belə onlar arasındakı eyni yox. Naqillərdəki cəryan şiddətləri fərqli olsa belə, onlar arasındakı qarşı təsir qüvvələri eynidir. Səbəb nədir? Çünki bərabərdir. Newton 3-cü qanununa görə birinci naqil ikinciyə hansı qüvvə ilə təsir göstərsə, 2də 1-ə eyni qüvvə ilə təsir eləməlidir. 49-cu sual. Amperometrin göstərişi 6 amper olarsa, Euler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Baxın, amperometr nəyi göstərir? 6 amperi. Yəni, cəryan şiddəti 6 amperdir. Necə birləşib bura? Paralel. Cəryan gəlib 2 dənə yerə ayrılır. Bilirik ki, paralel birləşmədə U sabitdir və cəryan şiddəti R-lə tərs asıldı. I bərabərdir U bölək R-ə görə. U sabitdir də burada. İndi birincinin müqaviməti 2 ohmdur. Bax, I1 üçün yazsam R1. U bölünsün, belə yazsam da 2R. 2 ohm daha doğrusu elə 2 ohm. İkinci üçün yazsam isə yazacağım U bölək 4 ohm. U bölək 4. Və buradan gələn bu iki cəryan bax birləşib buradan keçirlər. Yekunda onda I1 üstə gələk I2 nəyi verəcək bizə? 6-nı verəcək. Bunu da verib bizə. I1 I2-dən neçə dəfə çoxdur? 2 dəfə çoxdur. Hardan bildik? Birinci U bölək 2-dir, ikinci U bölək 4-dür. Yəni müqavimətlə tərsidir. Müqavimət 2 dəfə artırsa cəryan 2 dəfə azalmalıdır. Onda I1 bərabərdir 2-2-yə. Buradan mən gətirib yerinə qoysam, I1-in yerinə 2-2 üstə gələk I2 bərabərdir 6-ya, I2 bərabərdir 2 amperə, onda I1 neçə olacaq? I1 də 4 amper. Təbii ki, bunu istifadə edə bilərdiniz. Müqavimət 2 dəfə artdığına görə cəryan 2 dəfə azalır. Onda yuxarıdan 4 amper keçir, aşağıdan da 2 amper keçir. Cəmi 6 olsun deyə. Yazdım ki, görəsiniz. İndi cəryan şiddəti 2 amperdir. Hansından keçən cəryan şiddəti 2 amper oldu? 2-dən. Deməli, bu gələcək ikinciyə. Yəni bura. Daha doğrusu 1-dir də bu. 1 bura gəldi. Cəryan şiddəti 4 amperdir. O da 1-ə gələcək. 2. Uclarındakı gərginlik 8 voltdur. Onu tapmaq üçün nə edirik? I bərabərdir U bölü R deyil. U bərabər nəyə? I-yə. Məsələn, U1 üçün yazıram. I1 bıraq R1. I1-imiz neçə idi? 4 idi. R1-imiz 2 idi. Oldu 8. Onsuz da paralelsə onlar sabitdir. U2 də tapsa 8 olacaq. Bax, bu ortaq olur. 3. Ayrılan güc 32 wattdır. P1 üçün yazanda yazıram I1 kvadratı R. I1-imiz neçədir? 4. 4-ün kvadratı vuraq 2. Oldu 32 watt. İkinci üçün yazsam P2 bərabərdir. I2 kvadratı vuraq R2. Bu R1 idi. I2-miz neçə oldu? 2. 2-nin kvadratı 4. R2-miz də 4-dür. Bu da oldu 16 watt. Deməli 32 watt hansında? Birincidə. Deməli 1-ə 2, 4, 3 ortaq, 3-ə də 1. Cavab oldu A variantı. 50-ci sual. Sabit gərginlik mənbəyinə birləşdirilmiş kondensatorun lövhələr arasında dielektrik daxil etdikdə. Baxın, nə deyir bizə? Sabit gərginlik mənbəyinə birləşdirilmiş kondensatorun lövhələr arasında dielektrik daxil edirik. Sabit gərginlik mənbəyinə birləşdirilmiş deyirsə, U sabitdir. Bunu tez yazmalısınız. Və dielektrik daxil edirik. Elektrik və enerjisi necə dəyişər? S bərabərdir epsilon 0 S bölək dedi. İndi mən bura daxil eləyirəmsə, bu S epsilonun necə asıl? Düz asıl. Daxil eləyirəmsə, S necə artacaqdır. Enerjiyə baxanda isə bu düsturdan getməz. S kvadratı bölək 2. S artırsa, enerji də artır. Hətta bunu belə də görə bilərsiniz. Epsilon 0 S bölək 2 D U kvadratı. Baxın. U sabit olanda necə asılıdır? Düz asıldır. Deməli, hər ikisi necək? Artacaqdır. Olacaq cavab C variantı. 51. Bir cins maqnit sahəsində çevrə üzəri bərabər sürətdə hərəkət edən protonu mərkəzə qaçma təcilinin kinetik enerjisinə asılı qrafiki hansıdır? Baxın, bu düsturları əzbərləməyin.
Çevre bir cins maqnit sahəsinə yüklü dərəcə perpendikulyar daxil olanda çevrə çizir. Və həmin o çevrənin mərkəzinə yönələn qüvvə Lorentz qüvvəsidir. Onda elə Lorentz qüvvəsi nədir? Mərkəzə qaçma qüvvəsidir. Ona görə yazırıq MA bərabərdir Lorentz-ə, yəni QBV-yə. İndi buradan A bərabərdir QBV bölünsün M. Mənə lazımdır kinetik enerji ilə. Bəs kinetik enerjinin düsturu nədir? MV kvadratı bölü 2 deyil. Buradan V'ni tapsam kökün altında 2W kinetik bölünsün nə? M yazarım. Gətirib yerinə qoysam QB bölü M vırılsın kökün altında 2W kinetik bölünsün nə? M. Təcil indi burada belə deyək də. Kinetik enerjinin necə asılıdır? Kök altı düz asılı olacaqdır. Cavab olacaq D variantı. 52-ci sual. Uzunluğu 2 metr, müqaviməti 10 ohm olan naqilin induksiya xətlərinə perpendikulyar istiqamətdə induksiya 0,2 Tesla olan bir cins maqnit sahəsində yerləşdirmişdir. Naqilin uclarındakı gərginliyi 6 volt olarsa, ona təsir edən amper qüvvəsini hesablayın. Aha. Deməli, naqilin uzunluğu L 2 metrdir. Müqavimət 10 ohmdur. Perpendikulyarca alfa 90 dərəcədir. Bunu qeyd edəyək. Maqnit induksiyası 0,2 Tesladır. Gərginlik isə neçədir? 6 voltdur. Amper qüvvəsinin düsturu F amper bərabərdir IBL sinüs alfadır. Sinüs 90'da 1 olur. Ona görə yazmıram. İ'mizin yerinə yazıram U bölü R BL. Qoyun yerinə bundan sonra. O'muz neçədir? 6. R'imiz neçədir? 10. B'imiz 0,2. L'imiz neçədir? Bu da 2'dir. Buradan gətirib yazsaq uşaqlar. Deməli 6'ın 2'yə vuranda 12. 12 ona bölündə 1,2. 1,2-də 0,2'yə vuranda 0,24 olacaqdır. Baxın. Belə olur da. Hətta bunları belə yazdıq. Deməli 0,4, 2,4, 0,24 bəli. Cavab oldu D variantı. Cismə təsir edən iki müxtəlif qüvvənin əvəzləyicisinin ən böyük qiyməti 20 Newton, ən kiçik qiyməti isə 12 Newtonlarsa, kiçik qüvvəni Newtonla hesabla. Deməli, iki dənə qüvvə təsir edir cismə. Əvəzləyicinin ən böyük qiyməti. Əvəzləyicinin ən böyük olması üçün cismə təsir edən qüvvələr eyni istiqamətdə yönəlməlidir. Yəni F1 bu yana, F2 bu yana. Əvəzləyici neçə oldu? F1 plus F2. Bu bizə verdi 20'ni. Ən kiçik olması üçün necə olmalıdır? Bunlar əks yönəlməlidir. Biri bu tərəfə, biri bu tərəfə. Təsəvvür edin ki, F1 daha böyükdür. Onda F əvəzləyici bərabərdir. F1 çıxar, F2 yazacağım bura. Bu da neçə Newtondur? 12 Newtondur. Bunu verib bizə. Bizdən deyir ki, kiçik qüvvəni tapın. Gəlin burada nə edəyək? Tərəf-tərəfə toplayağın. Olacaq onda 2F1 bərabərdir. F2 ilə bax tərəf-tərəfə toplayanda F1 üstəcək F1, 2F1. F2 üstəcək mənfi F2 bunlar islah oldu. Bərabərdir 20 üstündə 12 gəlində 32'yə. Buradan F1'i aldım neçə? 16. F1 16'dır. İndi F1 16'sı gətirib yerinə qoyursunuz. Ya birinizdə ya ikinizdə fərq yoxdur. Birinizdə yerinə qoysaq 16 plus F2 bərabərdir 20'yə. F2 bərabər 4 Newton. Bizdən nəyi soruşurdu? Kiçik qüvvəndə, düzdürmü? Böyük 16 tapdıq. Kiçik neçə oldu? 4. Növbəti sualımız. İnduksiya B olan bir cins maqnit sahəsinə kütləsi 0,2 kiloqram olan cəryanlı naqilə təsir edən amper qüvvəsinin ağırlıq qüvvəsinə bərabərdir. Naqilə təsir edən əvəzləyici qüvvəni hesablayın. İlk öncə bunu aşağı doğru dartan ağırlıq qüvvəsidir. Hər zaman aşağı olur. Bax bunu qeyd eləyin orada. Digər tərəfdən amper qüvvəsini tapacaq. Bu ağırlıq qüvvəsidir uşaqlar. Amper qüvvəsini necə tapırsınız? Sol əl qaydasında. Sol əlizi elə tutursunuz ki, induksiya xəttləri ovca daxil olur. Nöqtə nə deməkdir? Şəkildən bizə doğru. Onda mənim sol əlim hara olmalıdır? Belə deyək də aşağı, şəkil müstəvisinə doğru olmalıdır. Əlimin üçün şəkilə baxmalıdır. Çünki nöqtə şəkil müstəvisindən bizə doğru. 4 barmaq cəryan istiqamətinə. 4 barmağımız da hayana doğru olacaq, sola doğru olacaq. İndi əlimizin üçün şəkilə 4 barmağımız soladırsa, onda baş barmaq haradır? Aşağıdır. Deməli, bunu aşağı doğru dartanda nə var? Bir də amper qüvvəsi. Eyni istiqamətlidir. Ona görə əvəzləyici qüvvə bərabərdir. F amper üstəcələk F ağırlıq yazarsınız. Amperin yerinə IBL üstəcələk nə yazarsınız? MG. Bizə nə deyir?
İnduksiyaya belə olan birinci maqnit hissəsində 0,2 kiloqram cəryanla aqil təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Hə, amper ağırlığa bərabər veribdir. Heç o lazım deyil onlar. Yəni amper ağırlığa bərabərsə, onda amperin yerinə də nə yazacaq? F ağırlıq olur 2F. Buradan da yazırıq ki, 2 mg. 2 vurulsun 0,2 vurulsun 10. Bu da eləyəcək 0,4 Newton. Cavab olur 0,4 Newton. 55. Şaquli istiqaməti yuxarı atılmış cisimlər üçün hansı kəmiyyətin qiymətləri eynidir? Müqaviməti, havanın müqavimətini nəzərə almışsınız. Atılan andakı kinetik enerji. Kinetik enerjilər eyni ola bilməz. Çünki birinci üçün mən kinetik enerjini yazsam, M1 V1 kvadratı bölü 2. Yəni M V0 kvadratı bölü 2. İkinci üçün yazsam, M2 V kvadratı bölü 2 yazsam. M2'miz neçədir? 2 V0'ın kvadratı bölü 2. Bunları da ixtisar etsəm, MV0 kvadrat oldu. 2 birdən 2 dəfə böyükdür. Bu getdi. Deməli, bu olmaz. Qalxma müddəti, bəli, eyni olacaq. T qalxma 1 bərabərdir V0 kvadrat, daha doğrusu V0 bölü 2. T qalxma 2 də bərabərdir, yenə V0 bölü 2. Yəni, qalxma müddəti burada nədir? Kütlədən asılı deyil, ona görə bərabərdirlər. Yerə dəyən andakı surətlər. Son surətin düsturu V bərabərdir, belə deyək də, V0 çıxış RT-nin tapılır, düzdür. Yerə dəyən andakı surət deyirsə, hansı surətini atırıqsa, hava müqaviməti nəzərə alınmırsa, eyni sürətlə düşür. Baxın, bunu da V0-dan atmışam, bunu da V0-dan atmışam. Onda hər ikisi eyni sürətlə V0-la gəlib yerə dəyəcək. Deməli, bunlar da eynidir. Atılan andakı impuls, xeyr. Impuls çünki P bərabərdir, MV-dir. M-dən asılıdır. Birinci üçün MV, ikinci üçün nə yazaram? Yazaram. Deməli, 2MV-də. İkincinin impulsu daha böyük olacaq. 2 dəfə çox olacaq. Bu da olmaz. Maksimal qalxma hündürlüyü Hmax bərabərdir. V0 kvadratı bölü 2G. Kütlədən nədir? Asılı deyil ki. Onda bu da eynidir. Deməli, 2, 3, 5. Cavab olur 2, 3, 5. Bax, bunlar eyni olacaqdır. Bu qədər uşaqlar. Maraqlı suallar var idi içində. Həqiqətən qəbula düşə bilər bu suallar. Buna görə də diqqətli olun bu tipli suallardan. Belə sualların, belə videoların davamlı gəlməyini istəyirsinizsə, rəylərdə bildirə bilərsiniz. Bir də videonu bəyənib paylaşaraq mənə, kanala da abunə olaraq mənə dəstək ola bilərsiniz. Sağ olun uşaqlar.